Məndə bir müddət bu ego oynadı və mən özümü çox ağıllı saydım. Bir müddət dediyim 3 il bundan qabaq idi. Bir anlıq mənə bütün biliklər gəldi. Mən dedim, "Şu mən hər şeyi bilirəm, məndən Aliməm. yoxdur, mən belədir, elədir." Mən başladım anama ağıl öyrətməyə, atama ağıl öyrətməyə. Sən kimsən ya, anama ağıl öyrətsən? Yəni adama deyərlər. Mən belə, mama mən sənin yerində olsaydım belə eləməzdim filan filan. Mama sən burada güclü deyilsən. Özü də anamla, mənim işim anamla. Aha. Və yaxud da filan kəs yox, amma mən getdim elədim. Kainat sistem məni elə çökdürdü. Elə çöküş yaşadım ki, üzr istəyirəm sözümə görə, qapazı elə vurdu başıma ki, sən kimsən? Yəni həqiqətən sən kimsən ki, ona buna məsləhət verirsən? Sən kimsən ki, Qınayırsan. deyirsən ki, mən olsam belə eləməzdim. Sənə o ixtiyarı kim verilib? Və məni situasiya elə bir vəziyyətə saldı ki, mən o bütün hamısına ki, ağıl öyrədirdim yekə-yekə. Onlardan betər günə düşdü və betər şeyləri də qəbul etdirdi mənə. Ondan sonra mən dedim ki, mən bir də qələt eləyərəm. Mən kiməm ki?